Təbriz İranın sərin və qarlı şəhərlərinin biridir. Vəli neçə illər var idi ki, çox yağış və qar yağmırdı. Vəli xoşbəxtanə bu illəmə Allahın inayəti ilə qar qəşəng yağıbdı. Biz məmulən qəzalarımızda roğan heyvanıdan çoxlar istifadə edirik. Çün roğan heyvanının bir dənə xas iyi olar, onun iyini almaq üçün alma, qızılgül, bərqəbu və soğan izafələdərik. Məmulən quyruq əridəndə gərək qaplamanın 2/3 boş ola, çün tez daşar. Qar yağandan sonra şəhrin havası o qədər təmizləşibdi ki, mən gəlirəm balkonumuzdan eşiyə baxıram, nəfəs əmiq çəkirəm və bu gözəl səhnədən ləzzət aparıram. Məmnun oluram mənim kanalımı subscribe eləyəsiniz, nəzərinizdə olsa mənə həttəmən yazasınız. Çüçənin ağaçları hərəsi bir gəlin donu olub, çüçəni gözəlləndiriblər. Adam nə baxmaqdan doyur, nə nəfəsi əmiq çəkməkdən. Bu ilki qış qədim qışlaya tayirdi. Fəqət evlərimizdə bir dənə kürsünün yeri əşikdir. Bu sərin havada bir dənə çay içib canımızı istiləndirək. Biz də ki məmulən Təbriz əhli çayı livanda içərik. Mənim də quyruğum kamil əridi, onu safıdan rədd eləmişəm. Bir dənə şişəyə qabda töküb yaxçəlidə saxlayacağam və qəzalarımda ondan istifadə eləyəm.